Gəldik birinci suala. Birinci sualda bizə nə deyir? Deyir ki, hansı elektron post ünvanı yazılışı düzgündür? Şöyle biz elektron post bilirik nədir? @gmail.com, @mail.ru və bu tipli formatlar e-mail elektron postun yazılışına uyğun gəlir. A'da görürsünüz ki, @back.com domen adı verməyib, A səhvdir. Burada B-yə baxan kimi olsa doğru olduğunu görürük də mail.az, @box.az belə bir şey gəlir. C-də işarəsi yoxdur. D-də işarəsini qabağa verib, Y-də də işarəsi yoxdur. Burada cavab qalacaq nə variantı? B variantı. Gəlirik 22-yə. 22-də deyir sərlövhə nədir? Şöyle sərlövhə biz deyirik ki, header, footer var və bunlara sərlövhələr deyirlər. Yəni biz normalda daxil onda Kalanki tool, yəni Word-də falan biz görürük ki, insert-də header əlavə eləmək sərlövhədir. Baxın, girirəm insert-ə. Burada headerlar əlavə eləməyim onlardır. Bunlar da ki, bütün səhifələrin həm aşağı, həm də yuxarı hissəsində səhifə parametrə uyğun olaraq ayrılmış sərhəddə yerləşdirilən mətndir. Yəni Y variantıdır. Header-da da ola bilər, footer-da da ola bilər. Baxın, belə bir şeydir. Bütün səhifələrdə də bax, təkrarlana da bilər. Insert-ə girirəm, header, buradan vururam. Misal üçün gətirəm, seçirəm. Tutaq ki, bir dəqiqə bunu. Document title yazıram, informatika Cumali. Bunu yazıram. Close header-ı belə vururam və bütün səhifələrin başlığında artıq bu gəlmiş olacaq. Yəni qayda olaraq belədir. Gətiririk, sonra biz baxırıq ki, burada olduğu cavab nə variantı? Y variantı. Sərlövhə budur. Yazıb ki, 23-də hansı piktoqramlar libraries qovluğunu əks etdirir? Libraries nədir? Bu ZSPC-nin içərisində yerləşir. Yəni klavişdən Windows düyməsi ilə E düyməsini vuranda açılan ZSPC-də biz bunları görə bilərik. Gəlin baxaq. Windows ZSPC-ni açıram və burada bizim normal olaraq ZSPC-yə daxil olanda bizim burada qovluqlarımız var. Library-isə hansılara aid olur? Bax, burada WinRAR aid deyil. Pictures-dir, Documents-dir, Dovlans-dır və bunları biz nəyin içində görə bilərik? Libraries qovluğu içərisində görə bilərik və Libraries qovluğunun içərisində bunlara aid. Burada yuxarıda gördükləri. Gətirirəm və Libraries qovluğu seçmişəm. Mən indi burada görə nələri çıxaram? Altına çıxacam. Pictures aiddir və Documents bölməsi aiddir. Yəni cavab olacaq nə variantı? B variantı. Bu olacaq belə bir şey. Gətirirəm buna 24-cü suala. Yazıb ki, aşağıdakılardan verilənlər bazası fraqmentinə uyğun olaraq e, nə bu fraqment verilib, sorğu cavabı nə olacaq? Deyir, gəlin bunu tapaq. Sonra belə test verəndə nə cür işləməlisiniz? Burada yazılıb ki, ədəbiyyatı coğrafiyasından kiçik bərabər olan nömrələr. Ədəbiyyat buradadır, coğrafiya buradadır. Ədəbiyyatı coğrafiyadan kiçik olan nömrələr hansılardır? 2-dir. Baxıram, sonra 3-dür. Sonra baxıram hansıdır? Bir də 6-dır. 2, 3, 6 nömrələr ədəbiyyatı coğrafiyasından kiçikdir. Ənd deyəndə kəsişmədir. Ənd məntiqi kəsişmə məntiqidir. Riyaziyyatı informatikasından böyük. Riyaziyyatı informatikasından böyük. Riyaziyyatı budur, informatikası budur. Hansı nömrələrdir? Gəlin baxaq. 2-dir yenidən. Sonra baxıram. İnformatikadan böyük 5-dir. 2, 5, bir də 6-dır. 2, 5, 6. Yəni ikinci, beşinci, altıncı nömrələr riyaziyyatı informatikadan böyük. Gətirirəm bunu, sonra yazıram. Or not, yəni birləşmə. Sonra not məntiqində nə cürədir? İndi biz bunun cavabını tapacağıq. Amma ki, bu cavabının tamamilə əksi variantını seçəcəyik. Yəni, misal üçün, burada 1, 4 tapmamışam. Cavab olacaq, misal üçün, 2, 3, 1, 4 tapsaydım, 2, 3, 5, 6, belə bir şey olacaq. İndi baxaq görək burada nələrdir. Birinci, ədəbiyyatı riyaziyyatdan kiçik olan nömrələr gəlin tapaq. Ədəbiyyatı riyaziyyatdan kiçik olan nömrələr, ədəbiyyatı riyaziyyatdan kiçik olan nömrələr. Baxırıq, 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 2-dir. Sonra hansı nömrədir? 3-dür. Sonra hansı nömrədir? Bir də 5-dir. 2, 3, 5, bir dənə də nömrəsi var yəqin ki. Bir də 6 nömrəlidir. 21, 86-dır, kiçikdir. Biz 2, 3, 5, 6 tapmışıqsa, buradan artıq qabağında not var deyə cavab 1, 4 olacaq.
Bildiniz niyə? Çünki dedim ki, notda odur ki, siz bu tapdığınız içvarə, yəni bunu tapdığınızda 2, 3, 5, 6 ədəbiyyat riyaziyyatdan kiçikdir. Tamamilə bu rəqəmlərin əksini yazsınız. Yəni, misal üçün, 6 dənə rəqəmin içində 2, 3, 5, 6-dan başqa qalan, yəni 1-lə 4. 1-lə 4 yazıram. Sonra bu ikisini kəsişdirirəm. Sonra bundan birləşdirirəm. Bu ikisini kəsişdirəndə burada 2 ilə 6 çıxır. 2 ilə 6-nı da birləşdirəndə 1, 4-lə cavab olur 1, 2, 4, 6. Cavab D variantına uyğun gəlir. Sonra baxırıq növbəti suala. Yəqin ki, başa düşdünüz. Not məntiqi deyəndə dedik ki, tamamilə verilən cavabların əksi. Yəni, başqa variantını götürürsünüz. D variantı da buradandır. Gəlirəm 25-ci suala. Yazıb ki, bu ardıcıllıqla bu əməliyyatları yerinə yetirin. Burada nə yaradır? Deyir, birinci A1 qovluğu yaradıram. Birinci A1 qovluğunu yaradıram. Sonra deyir, A2 qovluğu yaradıram. Burada da bir dənə A2 qovluğunu yaradıram. Sonra B2 qovluğunu yaradıram. Burada da bir dənə B2 qovluğunu yaradıram. A1 qovluğunu açanda artıq bu nəyə gedəcək? Bax, belə sağa düşür. A1 qovluğu sağa keçir. Və B1 qovluğunu yaradıram. Deməli, A1 burada olacaq. A1 qovluğunu açıb, bir dənə B1 qovluğu yaradıbsa, deməli, B1 burada olacaq. A2 ilə də B2 alt-alta bax, belə görsənəcək. Çünki açanda bir vayt sağa gedir axı. Və bu normalda da belədir də. Baxın, fayllara girsək, buradan tutaq ki, baxın, bunu açanda fikir verin və buradan bir dənə fayl açanda görürsünüz, yəni bir addım sağa keçdi, bir addım sağa keçir, bir addım sağa keçir. Yəni bu tipdə olur. Deməli, A1 qovluğunu yaratdım, sonra baxdım, görək hansı variant uyğun gələcək. A1, sonra bir addım sağda B1, sonra görək, burada hansı variant uyğun gəlir. A1, sonra B1, sonra A2, sonra B2. 25-də cavab olacaq nə variantı? A variantı. Gəlirik 26-cı sual. İnterfeys növlərinə görə deyir, hansı aid olmayanları seçin. Birinci əmr interfeysi, aid olmayanları deyir seçin. Aid olmayanları seçin. Əmr interfeysi, aparat interfeysi, burada var aparat şəbəkə interfeysi, aparat səviyyəli interfeys var, proqram səviyyəli interfeys var, bir də istifadəçi interfeys var. Yəni, bunlar interfeysin növləridir. Əməliyyat sistemi dərslərində var. Deməli, 2, 4, 6 deyilən bir məzmun var deyə, alınmayanlar hansı olacaq? 1, 3, 5. Əmr interfeysi yoxdur. Aparat şəbəkə interfeysi deyilən bir şey yoxdur. Şəbəkə proqram interfeysi deyilən bir anlayış yoxdur. Cavab olacaq nə variantı? Y variantı. Gəlirik bura. İstifadəçi D, dərs üçün materiallar, qrup 11, laboratoriya işləri qovluğunda işləyirdi. Sonra o qovluqlar ağacında 2 səviyyə yuxarı qalxdı və mühazirələr qovluğunun bir səviyyə aşağı düşərək daxil oldu və giriş qovluğu faylını sildi. İstifadəçi sildiyi faylın tam adını müəyyən edir. Uşaqlar, burada görürsünüz D, dərs üçün materiallar, qrup 11, laboratoriya işləri qovluğunda işləyirdi. Sonra bizə nə deyir? Deyir, buradan hara qalxdı? 2 səviyyə yuxarı qalxdı. Laboratoriya işlərindən 2 səviyyə 1, 2-ci səviyyə gəlir, hara çıxır? Dərs üçün materiallar. Sonra 1 səviyyə aşağı, 2 səviyyə yuxarı qalxdı. Mühazirələr qovluğuna 1 səviyyə aşağı düşərək daxil oldu və giriş qovluğu doc faylının istifadə sildi faylın tam adını müəyyən edir. Mühazirələr qovluğuna deyir, daxil olub. Hə, dərs üçün materiallara girib. Sonra hara daxil olub? Mühazirələr qovluğuna daxil olub. Sonra giriş.doc faylını silib. Bax, mühazirələr qovluğuna daxil olub. Sonra giriş.doc faylını silib. Bu da deyir ki, istifadəçinin sildiyi faylın tam adı. Demək, dərs üçün materiallara əvvəl girib bura. Sonra bunun içində mühazirələrə girib, sonra giriş.doc-a daxil olub. Yəni cavab olacaq C variantı. Seçilmiş mətn fraqmentində kölgə effekti vermək üçün hansı düymədən istifadə oluna bilər? Uşaqlar, bu gördüyümüz yazının böyüklüyü kiçiltməkdir. Bu highlight, arxa fonu rəhləməkdir. Bu yazının öz şriftini rəhləməkdir. Bu da formatı silməkdir. Shadow effekti vermək istəyirəmsə, mən gərək bundan D variantındakı bundan istifadə edeyim. Baxın, göstərirəm. Bura gətirirəm, kölgə effekti vermək istəyirəmsə, Home-da burada shadow var. Bura daxil olsaq, buradan shadow effekti, güzgü effekti, number style və bu tipli effektləri bunun vasitəsilə vermək olur. Yəni, cavab olacaq burada D variantı. Sənədə Yunan əlifbası hərflərini və ya digər xüsusi işarələri yerləşdirməsi üçün hansı ardıcılıqlar istifadə olunur? Uşaqlar, baxın, burada bizim Yunan hərflərini istifadə etməyimiz üçün biz gəlirik hara daxil oluruq? Insert menüsünə daxil oluram və burada symbols deyilən bir bölməmiz var.
Və buradan biz more symbols bölməsindən bəzi simvollar var ki, onları biz buradan əlavə eləməyimiz daha məhduddur. Bu mən klaviaturdan yazanmaram, bu mən klaviaturdan yazanmaram. Bunları ancaq insertdə symbolsdan əlavə eləmək mümkündür. Yəni insertdə symbols deyilən hissədən. Bu tipli işarələrdə xüsusi ifadələr var ki, onlardır. Cavab olacaq nə variantı? Y variantı. Sonra gətirək baxaq. Yəni insertdə symbols. Sonra gətiririk uşaqlar baxırıq nəyə? Verilənlər bazasına sorğu. Çap etməyə imkan verir bu report. Yadınıza saxlayın. Çap etmək report. Tez-tez yerinə yetirən məsələlərin həllini avtomatlaşdırmağa bu makros. Sonra verilənləri neynəmək? Lazım verilənləri neynəmək? Əldə eləmək. Yəni sorğu deyəndə filtr nəzərdə tutun. Və belə bir şey. Filtrləmək. Yəni istədiyimiz məlumatı rahatlıqla tapmaq, süzgəcdən keçirmək. O üçün verilənləri neynəmək? Əldə etmək üçün biz nədən istifadə edəcəyik? Sorğudan. Yəni cavab olacaq C variantı. Gəlirəm bu birinə. Fərdi komitələr hansı nəsil komitələrin nümayəndələridir? Dördüncü nəsil komitələrin nümayəndələridir. Birinci nəsildə nə idi? Elektron vakuum lampalar. İkinci nəsildə nə idi? Yarımkeçiricilər, tranzistorlar. Üçüncü nəsildə integral sxemlər. Dördüncü nəsildə də nə idi? Fərdi kompüterlər. Gəldik BIOS. BIOS nədir? Basic Input Output System. Biz bilirik ki, birinci əməliyyat sistemi nəyə yüklənir? BIOS yüklənir. Burada baxaq görək ki, nələrdən biz hansı variantdan başlasaq tərifini düz tuta bilərik. Vaxt, tarix, konfiqurasiya deyəndə bu CMOS-dur. Bunun tərifi, vaxt, parol falan deyəndə bilin ki, bu CMOS-dan danışır. CMOS. Sonra kompüterin müxtəlif qurğularla kompüter konfiqurasiyasını uzun müddət yaddaşda saxlayaraq kompüter tarix diaqnostikasını təmin edir və əməliyyat sistemi modullarını testləşdirir. Buna deməzdik, kompüterin müxtəlif qurğularla bilavasitə idarə edilməsi, onların kompüter işə salınması zamanı testləşdirmə və əməliyyat sisteminin ilkin yüklənməsini həyata keçirilir. Əməliyyat sisteminin ilkin yüklənməsini həyata keçirdən hissə nədir? BIOS. Yəni birinci həmişə yadınızda saxlamalısınız ki, kompüter alanda əməliyyat sistemi BIOS-un içinə yüklənir. Bax belə bir şeydir. Gəldik 33-ə. 33-də nə deyir? Deyir ki, elektron təqdimat proqramında hansı əmr ilə müəyyən intervaldakı slaydları nümayiş etdirmək üçün sazlamaq olar? Gəlin PowerPoint-dəndir bu sualımız, bunu görsədək. Müəyyən intervalda deyir. Gəlirəm, biz slide-show-ya daxil oluruq. Slide-show-da setup slide-show deyilən bir panelimiz var. From, yəni buradan bura qədər olan hissələr ancaq neynəsin? Görsənsin. Bunlar bu qayda ilə təyin edilir. Müəyyən interval deyəndə bu formada. Setup, slide-show. Əslində uşaqlar, baxın, belə deyək də, biz onsuz da ki, burada hide slide deyilən bir anlayışı götürməyəcəyik. Current slide başlamağını götürməyəcəyik. Vaxtla təmizlənməsini götürməyəcəyik. Yəni buradan sonra cavab baxan kimi bilinir ki, setup slide show-dur. Yəni bu neyinir? Bizim hansı nömrələrdə, müəyyən intervallarda bütöv ekran, yarım ekran və yaxud da ki, görsənsin, bizim istifadəmizdə görsənsin. Bunları təyin eləmək üçün setup slide show-dan istifadə etməliyik. Cavab olacaq A variantı. 34. Elektron cədvəldə xanaları hansı formatlaşdırmanı tətbiq etmək mümkün deyil. Xananın fon rəngini doldurmaq, bu düzdür. Mətni düzləndirmək və formatlaşdırmaq, bu da ola bilər. 90 dərəcə əyə bilər, istədiyi istiqamətə doğru. Sərhədləri rəngləmək, bu da ola bilər. Xananı iki yerə bölmək. Xananı iki yerə bölmək Excel-də yoxdur. Word-da var. Split cells deyilən bir anlayışdır. Excel-də siz görə bilməlisiniz ki, hansısa bir xananı iki yerə bölmüsün. İki xananı birləşdirmək olar, o başqa məsələ. Gəlib iki xananı belə seçərsiniz, birləşdirərsiniz. Misal üçün da, tutaq ki, burada iki dənə xanamızdır. Bu iki xananı seçib, merge center edib birləşdirərsiniz. Amma bu xananı durduğum yerdə bölə bilmərəm. Bu xananı bölmək Word-də var. Elə bir şey var Word-də. Bax, misal üçün, bir damadır. Bir damanı üç yerə bölmək istəyirsən, split cells deyilən bir şey var. Amma Excel-də elə bir şey yoxdur. Ona görə cavab nə olacaq? Bizdən nə istəyir? Hansı deyir olmaz? Cavab olacaq D variantı. Deyir, OSİ-nin hansı səviyyəsi ötürülən informasiyada sintaksis
sintaksis səhvləri, sintaksi təyin etmək üçün istifadə oluna bilər. Bunda məşhur sualların içindədir, nümayiş səviyyəsində istifadə olunur. Və qurğulardan soruşa bilər ki, bu qurğular harda istifadə oluna bilər? Misal üçün, soruşmaq deyəndə baxın belə bir şey deyim də, şəbəkə səviyyəsində biz ruter qurğusunu tanıyırıq, ruter. Ruter deyəndə bilin ki, şəbəkə səviyyəsində istifadə olunur. Misal üçün, sonra biz burada nəyi görə bilərik? Hubla repeater'ı görə bilərik. Onlar fiziki səviyyədə, qalanlarını da kanal səviyyəsinə götürə bilərsiniz. Sonra gəlirəm 36-cı suala. Sənədin redaksiyasında yeni daxil edilən simvolların kurs olan sağdakı simvolların əvəz etməsi ilə nəticələnərsə, bu aşağıdakıların hansı rejimindən çıxmaq olar? Uşaqlar, insert və overtype deyilən bir rejim var. Bu rejim çox məşhur bir rejimdir. Nə cürə? Tutaq ki, burada yazı yazırsınız. Bax, misal üçün bir dənə bir şey görsənim sizə. Tutaq ki, burada bir yazı yazıram. Burada saxlamışam. Və indi məndə insert düyməsi işləmir. Onu sizə göstərməyim üçün insert düyməsini işləsəydi göstərərdim. Insert düyməsini vuranda elə bil, bax burada baş verən proses var ki, burada baş verən proses var ki, elə bil mən yazdıqca bu yazı o biri yazıdan əvəz olunur. Yəni yazı elə bil davam eləmir də. Tutaq ki, mən bura hansısa bir yazı yazıram. Burada E hərfinin yerinə başqa bir söz yazılır. Insert və overtype rejimi deyilən bir rejim var. Bax, misal üçün kitab sözüdür da, düzdür. Mən əgər burada saxlayıramsa, və burada saxlayıramsa, tutaq ki, lab sözü yazanda ki, o əlavə olunmur. Bu ab sözünü siləcək, elə bir iki labba belə bir şey olacaq. Insert və overtype rejimi deyəndə bu rejimi nəzərdə tuturuq. Yəni cavab olacaq D variantı. Klaviaturadan insert düyməsi vuran zaman baş verir. Gəlirik 37-ci suala. Yazıb ki, arxivləşmə proqramlarına aid olmayanı müəyyən edin. Sonra biz avtomatik baxan kimi onsuz Informix-lə inqresi çıxmalıyıq. Çünki bunlar nə proqramlardır? Baza proqramlardır. A-nı, 6-nı, 7-ni şeyə çıxıram, bircə dəqiqə səhv çıxdı. Cəhdirik, misal üçün 4 ilə 7-ni çıxacaq. 4 ilə 7-ni tələbə əgər çıxa bilirsə, artıq aldığı cavabları nə edə biləcək? Burada görə biləcək. Yəni Informix, Clipper, Access, Oracle, bunlar baza proqramlardır, yadınızda saxlayın. Oracle-dır və bunlardır, hamısı baza proqramlarına aid. Gəlirəm 38-ci suala. 38-ci sualda bizə nə deyir? Deyir ki, A və B tam ədədləri üçün A və B aralığında tam ədədləri çap edən alqoritm düzgün işlənməsi üçün deyir, elə ki, hansı məntiqi götürsən, 2, 3, 4, 5 rəqəmləri çap olunacaq. Bu adam A ilə B-ni daxil edir. A ilə B-ni daxil edirsə, deməli, birinci bu gəlib daxil olmalıdır. Birinci həq oluna gedə bilməz də, düzdürmü? Həq oluna gedə bilməz. Misal üçün biz A və B aralığı deyiriksə, A-ya gətirin 3 qoyaq, B-yə gətirin tutaq ki 6 qoyaq. Demək A biz baxan kimi görürük ki, A B-dən kiçikdir. Nəyə görə? Çünki A B-dən bir dəqiqə A B-dən böyük şərti verməliyəm. Çünki A B-dən böyük olmamalıdır ki, bu gəlsin yox qoluna düşsün. Bu proses bir neçə dəfə təkrarlansın ki, bu rəqəmlər çap olunsun. Bax, buradakı sualda biz A-nı B-dən böyük götürməliyik. Nəyə görə? Çünki mən A B-dən böyükdür şərtini götürsəm, baxacaq ki, A B-dən böyük olsa, həq qoluna gedəcək, avtomatik bu çap olunacaq. Amma yox qoluna getməyini istəyirəm axı. Ona görə A B-dən böyükdürsə, deyirəm A çap olunsun. A B-dən böyüksə A çap olunsun. Sonra A-nın üstə 1 gəlsin. A-nın üstə 1 gələcək. A-ya 2 qoyuram, B-yə də 5 qoyuram. 2, 5 parçasını. A-ya 2 qoyuram. Gətirir, bax, birinci 2 5-dən böyükdür, yox. 2 çap olunur. Sonra gətirirəm 2 üstə 1 gəlir 3. 3 5-dən böyükdür, yox. Gətirir 3 çap olunur. 3 üstə 1 gəlir 4. Sonra gətirir burada 5 gətirir bura mən misal üçün qoyuram 4 qoydum. 4-dən sonra 4 5-dən böyükdür, yox. 4 çap olunur. 5 5-dən böyükdürmü? 5 5-dən böyükdür. Baxıram ki, bura mən bir dəqiqə. A-ya 2 qoydum. Sonra A 2 qiymət çap olundu. Sonra 3 qoydum. 3 qiymət çap olundu. A-ya 4 qoydum. 4 qiyməti çap olundu. A-ya 5 qoyuram.
5 5-dən böyükdürmü? Yox. A-nın 5 qiyməti çap olunur. Sonra gətirir A-nın üstə 1 gəlir. 6 eləyir. 6 5-dən böyükdürmü? Hə, onda avtomatik gətirir B-ni çap edir. Yenə 5 çap olunur. Aha. Əgər mən belə etsəm 2 dənə 5 çap olunmuş olur. Bu mənə deyir ki, bir dənə 5 çap olunmuş olsun. Onda mən deməli, burada promoy həq oluna keçməliyəm ki, gəlsin B çap olunanda 5 qiymət çap olunsun. Deməli, bizim onda burada götürəcəyimiz şərt nə olacaq? A B-dən böyük bərabərdir. Belə götürəcəm. Nəyə görə? Baxın. A-ya 5 qiyməti, B-yə 5 qiyməti qoyanda A B-dən böyük bərabərdirmi? İkisi bərabərdə hə. Həq oluna düşəcək, B çap olunacaq. O da olacaq 5. Demək 2, 3, 4, 5 qiymətləri çap olunacaq. Deməli, biz burada variantı qoyanda avtomatik tuta bilirik ki, cavab nə variantı? C variantıdır. Bilmirəm, başa düşdünüz yoxsa yox. Burada belədir ki, biz əgər A böyükdür 5 şərtini qoysam, burada yenə yox qoluna keçəcəkdi. Bir dənə daha çap olunacaqdı. 5 5-dən böyükdürmü? Yox. A-nın bir 6 olacaqdı. Hə qoluna gedib bir dəfə də B-ni çap edəcək, 2 dənə 5 yaranacaqdı. Ona görə biz şərti elə qoymalıyıq ki, 5 bir dəfə çap olunsun. Bizdən bir dəfə çap olunmağını istəyir. Cavab olacaq C variantı. Gətirəm 39-cu suala. Təsvirin ölçüsü, fiziki ölçüsü, failin həcmi, təsvirin aid etməsi. Şuralar baxın, printerdə, misal üçün, LPI-dir və burada misal üçün təsvir deyəndə biz hansı təsvirləri nəzərdə tuturuq? Misal üçün şəkil təsvirlərini, qrafiki təsvirlər nəzərdə tutula bilər. Deməli, birinciyə nə gələcək? Birinciyə nə gələcək? Təsvirin nə olur? Ölçüsü olur da, bir düyümlə hesablana bilər. Bir düyüm nə qədərdir? 2,54 sm. Buraya yazıram. Bu gündəlik həyatda da lazım olur. Misal üçün 20, 10 düym, 20 düymlük, 16 düymlük, yəni 50 düymlük ekranlı bir monitor almaq istəyəndə bilməlisiniz düym nə qədərdir. Bir düym 2,54 santimetrdir. Deməli biz bunu ya ayla, ya da ki nə ilə təsvirin fiziki ölçüsünü ya santimetrinə ya da ki düymlə hesablayırıq ki, bu qədər düymdür, bu qədər ölçüdədir. Failin həcmi biz bilirik də standart. Nə ilə hesablanır? Byte-la. Sonra təsvirin ayırd etməsi. Təsvirin ayırd etməsi də belə bir şey ola bilər. DPI, LPI və yaxud da ki PPI, piksel. Bax belə bir şeylər də buna aiddir. Deməli, birinciyə gəlməlidir A ilə C, ikinciyə gəlməlidir D, A ilə C, ikinciyə D, üçüncüyə B ilə Y. Cavab olacaq nə variantı? D variantı. Gəlirəm 40-cı suala. 40-cı sualda biz baxırıq ki, yenə Excel ilə bağlı bir sualdır. Exceldə yazıb ki, A 5-dir, B 16-dır, C də bu qiymətdir. A1-i B1-ə vurub üstünə gəlir B1-i C1-i 1.5-ə vurmaq. A1 neçədir qiyməti? 5-dir. B1-in qiyməti 16-dır. Üstünə gəlirəm. C1-i vururam 1.5-ə. 30-u vuranda 1.5-ə nə qədər eləyir? 450, o da 45 qalır da, düzdürmü? Bunu da buna vuranda 80, 80 də 45, 125 eləyir. Səhv eləmiriksə. Yəni A2 xanasının qiyməti olacaq. A1 vuraq B1. A1-i B1-ə vurduq 80. 80 də üstə gəlsin. C1-i vur 1.5-ə. Hə. 80 də üstə 45-dən də 125. Bu belədir. B2 xanasının qiymətinə baxaq. Product A1 ilə C1-i bir-birinə vur. A1-i C1-ə vurub 2-yə vuranda bu 75 eləyir. Burada da A1 vurulsun B1. A1-i B1-ə vururam 80. 80-dən də 30-u çıxıram. Nə qədər eləyir? 80-dən də 30-u çıxıram. Eləyir 50. 80-dən də 30-u çıxıram 50. Deməli, birinci 125, 75, 50. Burada belə 125, sonra 75, sonra 50. Bunların hamısını 25-ə ixtisar aparanda burada 5 qalır. Bu olur. 25-ə böləndə burada 5 qalır, burada 1 qalır, burada 2 qalır. İndi deməli biz nə edəcəyik? Biz nə edəcəyik? Yox. Burada nə isə hesabladıq edəyiz. A1 C1-ə vuracaq. A1 C1-ə 150, 150-ni 2-yə böləcək 75.
A1-i B1-ə vuracaq. 80, 80-dən çıxacaq. 30-u 50. A1-i B1-ə vuracaq. A1-i B1-ə vuranda 80 üstə gələk. C1-i vuracaq 1.5-ə. 30-u 1.5-ə düzmü vurduq uşaqlar? Bu 45. 450 edir da. 45 edir. 125, 75, 50. Gəlin bunları faiz bölgüsünə aparaq. 125, 75, 50. Hə, vəsə. Nə var ki bunu bilməyə? 120, bu 75 deyil. Mən bunu hesab yazdım. 25 aparanda burada qalır 3. Burada 5, burada 3, burada 2. Saat əqrəb istiqamətinin üzərində birinci 5 gəlməlidir. Sonra 3 gəlməlidir. Sonra 2 gəlməlidir. A variantı. Və bunda saat əqrəb düzəltməlidir. Yəni elə bil A2-dən başlayaraq B2 sonra C2 xanasına doğru. Bunun vaxtında bizdə tələbələr nəyə səhv yazmışdı? Bax, burada bir dənə də cavab var. 30, 20, 50. Bax, D variantını yazmışlar bəzi tələbələr səhv. Amma birinci A2-dan başlayır və saat əqrəb istiqamətinə getməlidir. Belə, belə, sonra belə. Şöyle bir biz kanalların qiymətini aldıq. Burada 125, burada aldıq 75, burada da aldıq 50. Bunlar mən 5-i 25-ə ixtisar elədim. 5 burada qaldı, burada 3 qaldı, burada 2 qaldı. Yəni deməli 50, 30, 20. 50 bu olacaq, 30 bu olacaq, 20 də bu olacaq. Cavab olacaq A variantı. Gətirirəm 41-ci suala. Doğru mülahizələri müəyyən edin. İnternet şəbəkəsinə qoşulan digər kompüterə daxil olmaq üçün istifadə olunur. Xeyr, səhvdir. Uzaqda olan terminallara qoşulmaq üçün, misal telekonferans var, misal Telnet, telekonferans 100-netdə uzaqda olan terminallara qoşulmaq üçün istifadə oluna bilər. Bir səhvdir. Hipermedia, qrafik, audio və yaxud da ki, video istinadlarla təmin edilmiş informasiya strukturudur. 2 düzdür. Yandex məşhur ingilis dilli axtarış sistemidir. Yandex ingilis dilli yox, rus dillidir. 3 səhvdir. Yahoo axtarış sistemləridir. Düzdür. Outlook qlobal şəbəkədə veb səhifələrə baxış üçün istifadə olunur. Outlook proqramı e-mail göndərmək üçün istifadə olunur. Qlobaldır, bəli, amma e-mail üçün istifadə olunur. Veb səhifələrə baxış üçün yox. Deməli, burada cavab olacaq 2 ilə 4. 2 ilə 4. Gəlirik 42-ci suala. 42-ci sualda bizə say sistemindən. Sənin bir dənə sual var. Sən sualını ver. İşte. Müəllim, salam, axşamınız xeyir. Axşamın xeyir. Müəllim, o faizləri tapdıq. Onun düzümü nəyə əsasən düzdür saat istiqamətində? Birinci nə 120, bildi hansı? 125, 75, 50 aldım da, düzdürmü? Aha, 125, 75, 50 aldımsa, 125 bu rəqəmlər neçə faizidir? 50%. 50 faiz. 75, 30%-dir, 50 də 20%. Və birinci rəqəm həmişə birinci istiqamətdə gəlir, sonra ikinci rəqəm ikinci istiqamətdə, belə yəni saat əqrəb istiqamətdə düzülür də, onu demək Hə, istəyirəm. 12-dən sonra düzülür də böyük olandan elə. Böyük olanın A2-dən başlayırsan, sonra B2-ni, sonra C2-ni düzəlsən. Yəni burada tutaq 75 burada gəlsəydi, 25 burada, 125 burada gəlsəydi, 75-dən başlayıb düzəcəydin də elə bil. 30, sonra 20, sonra 100, 30, sonra 20, sonra 50 olacaqdı. Burada Hə, 125 yəni gəldi birinci. Onunla bildim başlayır. mən, yəni birinci yerdə duran 12-dən sonrakı rəqəmdir də saat istiqamətində elə bil Bəli, ki bəli, 12-dən bəli. 12-dən sonra, bəli, bax bu tərəfə. sonra. Aydındır müəllim, çox sağ ol. Sizə sağ olun. Gəlirəm 42-ci suala. 42-ci sualda say sistemindən bağlı bir sualdır. E, 806-16-lıq say sistemi təsvirində ilk rəqəmi ilə bu rəqəmin cəmini tapın, nəticəni onluq say sistemi nəticəni onluq say sistemində göstərin. 206 200 düşdü. Bu da 6 olanda 218 olur. Bu ikilik say sistemində 218, bir arxasında 18 dənə 0 deməkdir. Yəni 1-in arxasında 18 dənə 0. İndi mən 18 dənə 0-ı təbii ki, bura yazmayacağam. Bunu deyir aldığımız iç rəqəmi ilə. Bunu biz ikili say sistemi 18, ikili say sistemi 16 say sisteminə keçirdən 4 bölürsən, biz gətirib burada elə bil ümumi olaraq neçə dənə rəqəm yaranır? Bir arxasında 18 dənə 0, 19 dənə rəqəm yazır. Yəni 16-ya qədər tam bölünür. Və bura qədər tam bölünür. Sonra burada gəlir 1, 2, 4.
Deməli, bu ədəd 4 ilə başlayır. 4 ilə başlayır. Bax, elə bil 218 elədi. Bir arxasına 18 dənə 0. E, İkili say sistemindən 16-lıq say sisteminə keçirəndə 4-4 bölürsən. 4-4-4-4 bölünüm. Elə bil gəlir burada dayanır, qırılır. Və özündən sonra 3 dənə rəqəm qalır axı 19-a qədər. 10, 17, 18, 19. Burada 1, 2, 4, 8 qaydasına görə düzəndə burada 8 yoxdur. 4-ə 1 düşür də. Yəni 1 varsa, deməli 4 var. Deməli birinci rəqəm 4 ilə başlayır. Sonra bu rəqəm ikilik ədəddir. Bunu da ikilikdədir. Bunu da onluğa çevirirəm. 1, 0, arxasında 3 dənə 1. Bunu onluğa çevirəndə deməli yuxarıdan bir dənə yazıram 0, 1, 2, 3, bir dənə də 4, bərabər 2 üstü 4, 16, üstə gələk. 2 üstü 2, 4, üstə gələk. Bunu da bura qoyaq. 2 üstü 1, 2, bir də gələk 1 üstü 2 üstü 0, üstə gələk 1. 16 üstə 4 gələndə 20, 20 üstə 3 gələndə 23. 23 burada eləyir, 4 də burada eləyir. 23 üstə də 4 gələndə 27 eləyir. Cavab olacaq 27. Gəlirəm sonraki sual. İzah videosunu paylaşacağım, baxarsınız. Doğru mülahizələri müəyyən edin. Deyək, bir slayda bir neçə keçid effekti vermək olar? Yox. Bir slayda ancaq bir keçid effekti vermək olar. Təqdimatın nümayişi zamanı slaydda flomastera daxil edilmiş elementləri çap etmək mümkün deyil. Səhvdir. Yəni, mən o flomaster deyiləndə nə başa düşülür? Biz elə bil F5 ilə başladıramsa, Ctrl-P düyməsini vururamsa, burada bir dənə işarələr yazıramsa, bu rejimlərdə saxlaya bilərik. Save. Yəni, bunlar da çapdan çıxan zaman istəsək çıxarda bilərik. Yəni, bunlar mümkündür. 2 də səhvdir. Slayda verilmiş keçid effektlərinin baxışı həyata keçirmək üçün vəziyyət səthində ayrıca bir düymə nəzərdə tutulmamışdır. Slayda deyir ki, verilmiş keçid effekti ön baxış, preview pane. Burada elə bir şey yoxdur. Slayda başlatmaq düyməsi var. Ancaq slayda birbaşa ön baxış təyin eləmək üçün, yəni bunlarda olduğu kimi preview deyilən bir düymə yoxdur. Və belə bir şey yoxdur. Ön baxış düyməsi yoxdur, amma slide show düyməsi var aşağıda. Deməli 3 düzdür. 3 düzdür. Slayd mətnlərdə simvollar arası məsafəni dəyişmək üçün hər hansı bir əmr yoxdur. Slayd mətnlərdəki simvollar arasındakı məsafəni dəyişmək üçün hər hansısa bir əmr yoxdur. Var axı. Burada çalışın sətrlər arası məsafələr təyin oluna bilər. Buranın vasitəsilə burada ara məsafəsi çox aşağı. Deməli 3-4 səhvdir. Təqdimata yeni slaydı home tabından əlavə etmək mümkündür. Yeni slayd həm insertdən, həm də home-dan da ola bilər. 5 düzdür. Deməli 3 düzüymüş, 5 düzüymüş. Bir də baxaq görək. Slaydlara fərqli sərlövhələr vermək mümkündür. Bəli. Yəni headerlar, footerlar fərqli-fərqli təyin etmək də mümkündür. Eyni də təyin etmək mümkündür. 2, 3, 5, 6. Gəlirəm 44-cü suala. 44-də nə deyir? Count B2-dən D5-ə rəqəmlərin sayını istəyir. B2 burada başlayır, D5 burada qurtarır. Yəqin ki, buranı nəzərdə tutur axıra qədər. 1, 2, 3, 4, 5 dənə nəyimiz var? Ümumi olaraq rəqəmimiz var. Cavab olacaq 5 dənə. Gəlirəm 45-ci suallar. RAM, ROM, CMOS. RAM əməli yaddaşdır, random access memory, müvəqqəti yaddaşdır, operativ yaddaşdır, tez unudulan yaddaşdır. Deməli, bizdə burada nəyə olacaq? Emal olunan informasiyanı da saxlayır. Bu emal olunan informasiya deyəndə emal olunan informasiyanı yadda saxlayır. Məlumat informasiya emal olunur prosesorda. Bu heç. Prosesorda emal olunur. D variantını götürə bilərik. Bunu emal olunan informasiyanı saxlayır. Biz də baxaq. ROM. ROM nədir? ROM-da BIOS proqramını yadda saxlayır. Düzdür. CMOS-u, BIOS-u bunları test proqramlarını yaddaşda saxlayır. Bəli. A variantı da buna aid ola bilər. Kompüter konfiqurasiyalarını yaddaşda saxlayır. Yəni vaxt, tarix konfiqurasiyalarını yaddaşda saxlayan qurğu CMOS-dur.
Bir də vaxt tarix yaddaşda saxlayır Y variantı. Yəni demək, emal olunan informasiya yaddaşda saxlanılır RAM-da. Amma informasiya emal olunur desə RAM-da yox. İnformasiya prosesorda emal olunur. Hı, cavab belə olacaq. Şu, bu da bizim testimiz. Bizi də dayandırın.